Selam dostlar, bu videoda sizlerle beraber car parking oyununda en asan edebileceğiniz modifiyeyi göstereceğim dostlar. Ve bunun sayesinde bu gəpi ilə maşın satabileceksiniz. Son vaxtlarda dostlar, mən kəşf elədim ki, bəzi maşınlara məsələn üçün göstərim dostlar. İndi göstərim. Bunun kimi belə Toyota Iris kimi drift maşını modifiyası elədiyimi gördüm və həqiqətən də çox yaxşı bir modifiye eləmişəm. Hətta bunu gördüyünüz kimi gəpi ilə sata bilirəm. İstəyirsinizsə göstərim. Məsələn bu Mercedes-ə dostlar 1 saat əvvəl elədim və həqiqətən çox yaxşı bacardım. Məsələn seçirəm buradan gördüyünüz kimi özüm eləmişəm. Allaha and olsun deyirəm və öz elədiyimi də sübut eləyəcəm birazdan. Bir dənə bu deyil, başqa maşını da məsələn eləmişəm. Məsələn göstərim. Məsələn bu maşını eləmişəm, altındakı maşını eləmişəm. Gördüyünüz kimi, yəni bu modifiye elədiyimdə çox yaxşı pul qazana biləcəm dostlar. Bilək dostlar, üstə 49 milyonum var çünki Game Guardian'da pul hiləsi elədim dostlar. Ona görə neysə, yəni lazımlı idi də mən də bunu kəşf elədikdən sonra da Game Guardian işlədim dedim. Neysə, indi dostlar bunun kimi necə modifiye eləyəcəksiniz onu göstərəcəm. Şimdiden deyirəm. Bir de dostlar yakın zamanda başka bir video daha gelecek. O da deyəsən server cəzmə videom olacaq. Neyse. İndi istəyirsinizsə başlayaq. Birinci dostlar bize çok yaxşı bir maşın lazım. Yəni belə drift maşını kimi olacaq bir maşın lazımdır. Belə göstərim. İstəyirsinizsə bax belə bunu seçək dostlar. Mercedes AMG GTR. Bu yaxşıdır. Sarı rəydə xoşuma gəlir. İndi birinci dostlar bu maşının iç hissəsini indirdik. İndi bu maşının modifiyesini eləyək. Bu şəkildə 926 HP olsun. İndi dostlar bu şəkildə qaldı. İndi buna arxasından çox gözəl bir dənə spoiler taxaq, böyle qara olsun. Sonra qabaq hissəsinə də bir dənə gözəl spoiler taxaq. Sonra arxa hissəsinə bir dənə spoiler taxaq. Sonra kənar hissəsinə də kənar hissəsinə də spoiler taxaq ki daha yaxşı gözüksün dostlar. 625 de coin'im var. Bunu mən o World Sale'den, dünya satışından sattım. Bir de ki niye bunun logosu belə bu şəkildədir? Allah'ın dostu oyuna düzgün bir şey gətirəmirlər. İndi dostlar modifiyemiz Toyota Iris modifiyesidir. Bunun üçün nə edəcək? Bunun üçün ən çox bu stikerdən istifadə edəcək. İstəyirsə bu modifiyeyi eləyərkən sizə göstərəm. Mən də ses çıxartmamaya çalışacağım. İndi mən bunu eləyərkən dostlar səsi bağlayacağım və bu şəkildə siz həm görəcəksiniz necə modifiye olduğunu, həm də bu şəkildə necə maşın əldə edə biləcəksiniz onu göstərirəm. Harsısa başlayaq.
dostlar, gördüğünüz gibi bu şekilde modifiyemiz kurtardı. Ben onu diyeyim ki yaxşı bir modifiyedir. Hatta deyəsən bunu coins ile satabilmemiz lazımdı. Deyəsən ben çok sticker işletmedim ama diyanın gözləyim bir dəqiqə. Bəli dostlar, kısa bir değişikliği ardından gördüğünüz gibi düzdür, bir tane daha sticker yapıştırdım. İndi baxaq istəyirsənsə. Olmadı. Ne bileyim dostlar, ama yani de böyle bir modifiye edersiniz, yani biraz daha sticker işletebilirsiniz dostlar. Bu şekilde modifiye elde edip bu şekilde qəpi ilə satabilirsiniz maşınları. Bak mesela ben bu maşını satabilirim gördüğünüz gibi. Yani satmağı mümkündür gördüğünüz gibi. Bu şekilde oyunun başlarında 1000 coin'i belə maşınlar satabilirsiniz. Yani bir şey diyeyim ki çok yaxşıdır. Eğer siz de belə modifiye etmək istəyirsiniz, bu videoyu izleyin. Bu şekilde bu modifiye eləyərək demək olar ki 10.000 coin toplayabilirsiniz hesabınızda. Düzdür, indi mən satış yeri doldu yani satamadım ama problem değil. Neyse dostlar, bugün videomuzdan bu kadar. Bir sonraki videomuzda server gezme videosu olacak. O videoda 3 gün içerisinde kanalda olacak. Hazırsa onu da izlemeyi unutmayın yaklaşık. Bu kadar dostlar. Yani diyeceğim bu kadar. Neyse. Yani dediğim gibi dostlar, bu modifiye eləyin. Yani her maşına bunu eləsiniz. Yani hiç olmasa yani stikeri çok işletmeye bir sərf edeyim ki, bir çok sticker işledim ki belki satış mümkün olabilir. Neyse. Şu dostlar, bu kadar. Sağ olun.